Öz səsini eyni anda iki yerdə eşitməməlisən. Amma sən artıq eşitdin, elə deyilmi? Bu videoya baxırsan. Çünki bir vaxtlar evdə tək olanda nəsə eşitdin. Üst mərtəbədən gələn səs. Elə bilsən hərəkət edirdin. Donub qaldın. Düşüncələrin qarışdı. Bilirdin ki, evdə tək idin. Amma o tanış və yavaş addımlar dayanmadı. Döşəmədə sənin addımının çəkisi belədir. Və eşitdiyin o inilti, hər səhər vanna otağına gedəndə keçdiyin yerdir. Bu təsadüf deyildi. Bu məşq edilmişdi. Sən bunu xəyal etmədin. Sən səhv eşitmədin. Sən özünü eşitdin. Orada olmadığın bir yerdə. Bu evdə nəsə düzgün deyil. Taxtada deyil, elektrikdə deyil. Məkanın özündə bir şey var. O bükülür, təkrarlanır, sürət çıxarır. Və bu səninlə başladı. Buna əksədə yarılması deyirlər. Sən bu məkan tərəfindən bu qədər yaxından müşahidə olunmamalıydın. Amma əvvəlcə səni o müşahidə etdi. İndi isə məşq edir. Hər gecə sənin yeriyişini, nəfəsini, vərdişlərini, səsini öyrənir. Xüsusilə də səsini. Bəlkə artıq yuxarıdan gələn səsi eşitmisən. Sənin dediyin kimi sadə sözlər. Buradayam, bir dəqiqə ver, gəlirəm. Amma o sən deyilsən. Sadəcə sən olmaq istəyir. Onların sənə demədiyi bir şey var. Orada olan şeyin üzü yoxdur. Əvvəlcə yox idi. O üzünü sənin xatirəlerinlə vurur. Sən ona nə qədər çox reaksiya versən, o bir o qədər tamamlanır. Addım səslərinə baxmaq, səsinə cavab vermək, pillələrin başında durub tərəddüd etmək, bunlar icazələrdir. Yetərincə icazə topladıqda isə o aşağı düşəcək. Onun alt pilləyə çatmasına imkan vermə. Çünki o sənin olduğun mərtəbəyə gəldisə, evdən yalnız biri çıxacaq və bu dəyişiklik hiss olunmayacaq. Sadəcə sanki sən yaşamağa davam etmisən kimi gələcək. Amma sən pillələri qalxdığını xatırlamayacaqsan. Qapını açdığını da, özünü yuxuda izlədiyini də xatırlamayacaqsan. Amma yeni sən bunu biləcək. Və hər dəfə biri soruşanda sən yaxşısan, sən biraz həddindən artıq geniş gülümsəyəcəksən. Ona görə də əgər indi evdə tək olsan, diqqətlə qulaq as. Yuxarıda nəsə hərəkət edir. Əgər edirsə, danışma, cavab vermə və nə edirsənsə et, onun gülümsəməsinə imkan vermə.